Salam əziz abituriyentlər. Sizinlə birlikdə bugün belə bir qəbul tipli sual izahına baxaq. Şəkildə harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Rəqsin amplitudunu hesablayın. Rəqsin amplitudunu bilirik ki, XM hərfindən işarə edilir. Buradan görürük təcilinin zamandan asılı qrafikdir. Yəni təcilinin maksimum qiymətinin zamandan asılı qrafiki verilib. Biz də bilirik ki, təcilin maksimum qiyməti ilə amplitud arasında əlaqə ifadəmiz A indeksində M hərfi yazırıq. Yəni amplitud qiyməti A bərabərdir omega kvadratı XM. Burada baxırıq, bizdən XM-i soruşur. XM-i tapsaq A bərabərdir olacaq omega kvadratı. Gəlin burada omega kvadratın kənardan bir hissədən tapaq. Omega kvadratı bilirik ki, omega bərabərdir 2 pi bölünsün t. Bizdə bunun kvadratı soruşulduğu üçün bunu kvadrata yüksəltsək, alarıq ki, 4 pi kvadratı bölünsün t kvadratı. T kvadratı buradan təyin eləyə bilərik. Bilirik ki, period nədir? Bir tam rəqsin bir tam dövrə yayılmasına sərf olunan zamandır. Bura baxırıq. 4 dənə hissə sayırıq. 1, 2, 3, 4. Period gəlir, düşür bura. Bu da yazaq. 4 vurulsun. Pi-ni də baxaq. Pi-ni də 3 verib. 3-ün kvadratı 9. T kvadratı da 0 tam. Onda 4-ün kvadratı 0 tam %16. Bu deyilir 36 bölünsün. 0 tam %16. Gəlin bunu burada belə saxlayaq. A-nın qiyməti məlumdur 36. 36 bölünsün. Burada da 36 bölünsün. 0 tam %16. Burada 36'larımız ixtisar gedər. 0 tam %16 da kəsir böləndə bu yuxarı qalxacaq. Olacaq 0 tam %16 metr və ya santimetrlə ifadə etsək 16 santimetr alarıq.